Hemen bir kişi meet a friend, dostu ile görüşür. In the street, küçədə. And ask it ve soruş. Ask it him, xahiş edir ondan. To lend him 5 pounds. Ona 5 pound versin. The friend, dost, did so willingly. Yəni bunu eləməyə çox belə həvəsli olur, istəkli olur da verir. A week later, bir həftə sonra, they meet, onlar görüşür again yenidən. You have lent me 5 pound. Sən məndən 5 pound almısan. Əslində bu işarə euro işarəsidir. 5 euro. Lend me another 5 yox, lent, borc vermisən. You have lent me. Sən mənə 5 euro vermisən. Lend me, mənə ver başqa bir 5 dolları. And then və sonra I'll owe you 10 euro. Deyək də mən sənə qaytaracağım borc 10 euro. The friend said, dostu dedi. The man did so. Kişi belə etdi. A few days later, bir neçə gün sonra, they meet again. Onlar yenidən görüşdülər. Meet bilirsiniz də yazdır M, E, T. Keçmiş zamanda isə E-nin biri düşür, kökündən dəyişir, met olur. And the friend said, və dostu dedi, you lent me 10 euro. Sən mənə borc verdin 10 euro. Lend me another 10 euro. Mənə digər 10 euronu ver. And then və sonra I'll owe you. Mən sənə borclu olacağım 20 euro. 20 euro. Demən kişi did this, belə etdi. Although, baxmayaraq, he was rather doubtful. O da rather, daha çox doubtful, şübhə duyurdu. About doing this, bunu etməyinə. 2 weeks later, 2 həftə sonra, the friend asked for more money. Xahiş elədi, more money, daha çox pul. You have already lent me 20 dollar. Sən euro. Sən artıq mənə 20 euro borc vermisən. Can you make it 50 euro? Sən bunu 50 euro eləyə bilərsən, he said, o dedi. The man didn't answer. Kişi cavab vermədi. Keçmiş zamanda diddi. For a few seconds, bir neçə saniyə. Few'dan sonra baxın, isim cəmdə gəlibdi. But amma he was unable to refuse. O deyir, rədd edə bilmədi. A month later, bir ay sonra, the two men, həmən iki kişi meet again. Yenidən görüşdülər. You have lent me 50 euro. Sən mənə 50 euro borc vermisən. Began the friend. Gəl, başla dostum. Yəqin ki, arxasını da deyibdi. Who? Kim? Mən? Answered the man anxiously. Kişi belə narahat şəkildə cavab verdi. I disagree. Razı deyiləm. I have never lent you any money. Mən sənə heç vaxt hər hansı bir pulu verməmişəm. Bilir ki, yenə də istəyəcək də pulu. Ona görə belə deyir. 15'ə baxaq. A man was driving along a road. Bir kişi was driving, sürür, along a road, yol boyunca. In his motor car, motorlu maşınında. When a policeman on a motorcycle, policeman motorcycle'la stopped him, onu dayandırır. And said və deyir, you were doing more than 8 kilometers an hour. Sən bir saatda 80 kilometre aşmışsan. More than. Yəni daha çox eləmişsən. You are only allowed to do 80 along this road. Bu yolda you are only, sən sadəcə allowed, icazə verilir ki, to do 80 edəsən along this road, bu yol boyunca. The man had to go to court.
Kişi həttu malı məli deməkdir. Kişi məhkəməyə getməli olur. Court məhkəmə. And there he told the judge və orada he told o dediyi vəkilə that he was not driving at more than 80 kilometers. O deyir sürməyibdi 80 kilometrdən more than daha çox. An hour bir saatdə. And that he never drove at more than 65 və o heç vaxt more than 65 65-dən yuxarı sürmür. The man's wife, kişinin arvadı, had been in a car to maşında idi. When the policeman had stopped it, onu dayandıranda. And she said to the judge, və o vəkilə dedi, my husband was driving at only 50 kilometers. Mənim deyir, ərim, bu nə idi? Sadəcə 50 kilometers, 50 kilometr sürür saatdə. When the policeman stopped him, polis onu dayandıranda. Her sister, onun bacısı Anne had been in the car too, maşındaydı. She said to the judge, o hakimə dedi, we were hardly moving at all. Biz güclə hərəkət edirdik. When the policeman came up, polis yaxınlaşanda. Behind us, bizim arxamız ilə. By this time, bu zamana qədər, the judge had quite enough. Yəni bezdi. Hakimdir bezdi. Stop now, dayanın. He said, o dedi. Or you will finish by hitting something behind your car. Qoy görək. Yoxsa you will finish. Deyir ki, yoxsa sizi you will finish by eating something. Yoxsa deyir, arxadan deyir, nəsə sizi vurub dayandıracaq. Yadınızdadır bu mətin sizin?